Əziz dostlarımız, çox önəmli bir şey sizə göstərəcəm və danışacağım. Sona qədər diqqətlə qulaq asmaq sizlərə yəqin lazım olacaq. Dostlar, sizin bir çoxlarınızın içində baxıcılara, ekstrasenslərə inanaraq gedənlər varmı, olubmu? Bu çox önəmli bir sualdır. Çoxları getsə də boyuna alınmaya bilər. Siz bugünkü gün gözü ilə görüb qulağı ilə eşitdiyinə inanmaq istəyirsinizmi? Buyurun, bir şey sizə göstərim. Dünya üzərində alovlanan bir dönəm gələcəyini istəyirəm, konkret deyirəm sizə. Dostlar, sizi qorxutmaq üçün yox, sizi oyartmaq üçün proqnozlar verirəm. Mart ayından başlayaraq sentyabr-oktyabr ayına qədər təbii fəlakətlərin dünya üzərində alovlanan bir dönəm gələcəyini istəyirəm, konkret deyirəm sizə. Dostlar, bu proqnozu bir demək olar il bundan qabaq verəndə sonra Nadim Əlixanovun sellər, sular gələcək dediyiniz 5-6 il bundan əvvəl və sonra hər il sizə verdiyiniz proqnozlar olanda sən Allah gəl düzgün danışaq. Siz bu qədər Bakını su basacağını bilirdinizmi? Bəzi məni izləyən, mənim adım Nadimdir, familiya Əlixanovdur. Əgər məni tanıyıb izləyənlər varsa, məni gözəl bilirlər nə danışdığımızı. Əgər yox, tanımayanlar varsa, sadəcə sən proqnoz verirsən, Allaha qarşı çıxırsan deyə bu niyyətlə danışanlar varsa, kənara durun, sizlə deyiləm. Əziz gözəllərimiz, dostlarımız, sizə faktlar, reallıq bir lazımdırsa, mənim bu səhifəmə, mənim Nadim Əlixanov Instagram səhifəmə, son dəqiqə TikTok səhifəmdə və bundan əvvəl olan səhifələrim olub. YouTube'da Nadim Əlixanov yazanda çıxdığı səhifələrdə mütləq axtarın, əgər siz doğrudan da doğru təhlilçi sizə lazımdırsa. Ne üçün bunu deyirəm? Bu selləri, suların bu dərəcədə gəldiyini görən bir şəxsəm. Sədərək və Sədərək ətrafında büyük yanğınları görecek diyen bir şəxsəm. Çünki sizin bu son günlərdə baş vermiş şeyləri yadınızdadır. Və bunları görən adam olaraq bilirsiniz nəyi demək istəyirəm. Bir də proqnozum var idi ki, mənim verdiyim. Tutduq quşu kimi mən çıxmışam ortalığa bu dəqiqə niyə? Çünki bu dediklərimi baş verir deyə. Axı mən 1-2-3 dənə manus qabağına gətirib özümü reklam eləmirəm. Mən reallıq faktlarla danışıram. Əzizlərimiz, kimin evində bəxt bağlı, işləri getməyən, problemli olan, ekstrasens, qeyri-adi güclərə, analizlərə ehtiyac olan varsa, o ünvan Nadim Əlixanovdur. Qəbula düşə bilsəz də, düşə bilməsəz də gözlə. Çünki Nadim Əlixanov reallıqlarla danışır. Bəzilər gətirib 1-2 manos özünə təriflətdirmirəm. Əziz gözəl dostlarımız, əgər başqa ekstrasenslər konkret mənim dediklərimi orlamadan məndən əvvəl proqnozları verərək özünü sübut edibsə, bəli, ona da qulaq asmağa dəyər. Çünki ekstrasenslik hisslər mütləq bəzi işlərdə lazım olur. Hər işdə yox. Əvvəl Allah, sonra onun yaratdığı hissləri malik olan insanlar. Nəyi demək istəyirəm gözəl dostlar? Ximikat yönlü şeylərin partlayacağı büyük savaşlar olanda radiasiyadan xəstəliklərin çox olacağı demişdim. 10 il bundan qabaq rəx xəstəlik baş alıb gedəcəyini sual verirəm. 10 il bundan əvvəl hal-hazırda olan rəx xəstəliklərin faiz oranına baxdıqca heç olmasa bunun yarısı qədər var idi. Namusu və şərəfi ilə danışaq. Təbii ki yox. Çünki mən də baxıram, analiz edirəm və insanlarla təmasdayım. Elə bir dönəm gəlib və hətta daha da çox o dönəmə doğru gedirik ki, rak xəstəlik adi bir virus halına gəlib, düşmüş bir halındadır. O qədər rak xəstəlik çoxalıb. Bunu görən Nadim, Türkiyə zəlzələni görən Nadim, təbii fəlakətləri çoxalacağını görən Nadim, İran savaşı görən Nadim, Qarabağ savaşı görən Nadim, Rus-Ukrayna savaşı görən hanı bu barmaq? Nadim. 6-cı barmağı belə eləyək də biz. Və hər kəs Ukrayna-Rusiya savaşı tez bir müddətdə bitəcək deyəndə bu hələ ki bitməyəcək, 3-cü Dünya Savaşa qədər gəlib çıxacağı deyən Nadim. Koronavirus milyonlarla
insan xəstələşəcək və milyondan da can alacaq deyən Nadim təzə koronavirus çıxanda da bir müddətdən sonra bitəcək deyirdi bəzinə. Politoloq və bir kəslər. Və ha belə zəlzələ də olacaq deyən Nadim. Axı bu kadar proqnozu düz görübsə, dünya üzərində çoxlu böyük fəlakətlərin hal-hazırda sellər, sular, sonra birazdan biz küləkliklərin heç olmadığı qədər böyük küləklərin şahidi olacağıq. Son 3-4 il ərzində də ən geci tezi dünya üzərində yerdən deşiklər açılacaq deyə bizə inandıran hadisələr baş verəcək. Ya cisimdən hansısa bizim dünyamız toqquşdu, ya da dünyaya hər hansı nəsliyyat dişim düşdü. Bu kimi bir şeylərə bizə inandıraraq bizim başımıza böyük zəlzələ fəlakətləri gətirəcək deyən də mən Nadiməm. Zəlzələlərdən qorunmaq mümkün var. Balaca, alçaq tipli evlərdə yaşayanda. Bəzilər deyir ki, yaxşı, sellərə bəs neyiniyək balaca evlərdə? Çayların qırağında, çuxurlarda evləri tikməyən hər kəsə sellərdən o qədər ziyan yoxdur. Sellə zəlzələni eyni tutmayaq. Seldə ölüm az olur, düzdür, maddi zərərlər olur. Amma ölüm əsas zəlzələlərdə olur. Ona görə onları görən bunu da görə bilər. Zəlzələlər dönəmi dünyanın bir başqa yerlərdə başlayandan sonra hər kəs artıq anlayacaq ki, dünyanın bir çox ölkələrində ardıcıl zəlzələlər başlayacaq. Niyə? Yeraltı sürüşdürən, deşik açan, zəlzələr, təkanlar verə bilən hərb gəmilərlə bunu edəcəklər. Adları indi yadımda deyil. Mən sizi başa düşdüyü qaydada deyim. Hərb gəmilərlə yeraltı təkanları, zəlzələləri böyüdəcəklər. Çünki o da insan azaltmağının bir yollarından biridir. Bir gün bir ölkə, bir gün bir başqa ölkə. Əvvəl başqa ölkələrdə başlayacaq bu böyük zəlzələlər, ölümlər. Ondan əvvəl deyəcək, yad bir cisim gəlir dünyaya yaxın, toqquşmaq ehtimalı var və ya toqquşdu və ondan sonra zəlzələlər şovu başlayacaq. Onları görən adamlar mənim bugün dediyiniz bu sözləri yaddan çıxardacaq bir neçə gün, ay, ildən sonra. Son illərdə baş verəcək bu şeylərdir bu. Olacaq illərdə. Amma tarifi demək mənə çətindir konkret. O zəlzələlər dönümə gələndə artıq hər kəs danışacaq, zəlzələ olacaq, sanki bunlar hiss edir. Hiss edən şeylərlə danışmayacaq onlar, ha. Dünyada gedən proseslərə baxıb danışacaq. Nətər ki, Nadim Əlixanov 10 il bundan əvvəl rak xəstəlik baş alıb gedəcək deyə bugün Azərbaycanda, biz üzümüzdən bugün danışaq. Rak xəstəlik baş alıb gedirsə, dünyanın hər yerində bu var. Əsasən də bizdə daha çoxdur. Və Ukrayna savaş bitməyibsə, İran savaş başlayacaq deyə başladı, biraz hal-hazırda dondurulmuş bir vəziyyətə gətirib. Gəl İran savaşdan danışarkən bunu da biz xatırladaq ki, bugünkü selləri Bakı su basacaq deyən oğlan qarşısınızdadır. İzləyənlər bilir. Şərəfi namus olan kəslər izləyərsə bu mənim dediklərimi deyə bilər ki, Nadim, bəli, siz bunları vaxtı ilə demişdiniz, ya inandıq, ya inanmadıq. Onu qoyaq kənara. Bugünkü gün 1 il, 2 il, 3 il bundan əvvəlki durum görərək yox, illər qabaq bugünü deyənə olan sizə deyirik ki, radiasiya dönəmi gələcək. Dünya futbol turnuvası başlayır bir 10-15 günə, 20 günə, bir aya uzaqda, yəni ayın 15-i iyunun. Bir ay gedəcək. O futbolların başlayıb turnuva gedən bir dönəmdəyik deyə Amerika, NATO qüvvələri bu savaşı biraz yüngülləşdirilmiş hala gətirib. İstər Rusiya, Ukrayna, istər İran savaşı. Dünya futbol turnuvası bitər-bitməz bir neçə ay, gün bilmirəm. İran savaşı daha çox qızışacaq. O zaman da radiasiyalar yayılacaq və onun üçün nə dərmanlar lazımdırsa məndən yox, özünüz araşdırın. Əvvəl o, sonra da zəlzələlər barədə hündür binalardan balaca binalara keçmək barədə düşünün.
Allah sizi bugünkü gün baş veren sellerden ve bundan sonra da daha büyük sellerden korusun. O da olacak.